Cığı kəndində mənim bildiyim məlumata görə əvvəl kəndin başqa yerlərində olmuş məktəb, yəni yuxarı başda Zilanlı məhəlləsi deyildik, güney tərəfdə. Sonraki dövrlərdə 1924-cü ildə ilk məktəbin təməli qoyulub, kəndin girişində, Cığı çayının sağ tərəfində. Həmin məktəb davam edib 1978-ci ilə qədər qonşu kəndlərdən Cığı rayonuna aid 21 kəndi əhatə edən bu yarım rayon idi Cığı. Onu əhatə edən kəndlərdən qonşu kəndlərin hamısı Cığda məktəb təhsil almağa gələrdilər. Cığı kəndində mənim eşitdiyim məlumata görə ilk öncə orta məktəbdən qabaqki dövrlərdə dini təhsil alanlar olub. Dini təhsillərdən təhsil alanlardan Molla Gəncalı, Molla Gülmalı, Molla Murad, sonra mənim babam Molla Fərzalı, hətta babam üst dil bilirmiş. Çox dil bilənə poliglot deyirdilər. Molla Fərzalı tanınmış ziyarlardan olub. Sonra Molla İsa, Molla Ələkbər və ilaxır. Belə olub bunlar ki, dövrlərdə də o vaxt ilk olaraq orta məktəbdən qabaq dini təhsil, savadlı adamlar olublar. Qonşu kəndlərə gediblər. Hətta Kürud kəndində əlaqələri olub. Babamın qan qardaşı olub. Molla Əbdürrəhman baba olub, digərlər olub, Molla Ali olub. O bir kəndlərdə də olub. Mənim yəni xatırladığım bunlardır. Bu da ki, sonraki dövrlərdə orta məktəb sistemi yarananda kəndin girişində sağ tərəfdə Böyük Cığı çayının sol sahilində olub. Sonraki dövrlərdə də yenə sağ sahilinə keçirilib, kəndin yuxarı başında. Getdikcə, əhalinin sayı artdıqca, inkişaf çoxaldıqca Cığı məktəbini, Cığı kəndinin sonraki tikilən məktəbin elə yerində olub. Həmin məktəb fəaliyyət göstərəndə Alma bağının düz yanında, kəndin Cığı çayının sağ sahilində, kəndin lap çıxışında olub. Uşaqlar sayı, məktəbə gələnlərin sayı çoxaldıqca, oxumağa meyil artdıqca, qonşu kəndlər də orada cəmlənirdi oxumağa. Orada məktəbin tutumu günün tələblərin səviyyəsində deyildi. Çox sayılı uşaqların tələbatını ödəmədiyindən məktəb direktoru Əziz Nuriyevin təşəbbüsü ilə yeni məktəb binasının tikintisi üçün məsələ qaldırılmış. Bu məsələnin həlli üçün o vaxt ki, Qafan rayon partiya komitəsinin katibi və Ermənistan Respublikasının Maarif Nazirliyi tərəfindən yeni məktəbin tikilməsi nəzərə alındı və yeni məktəb tikilib 4 korpus, 2 mərtəbədən ibarət bütün fən kabinetləri ilə təmin olundu və istifadəyə verildi. İlk məktəb 1924-cü ildə məktəb binasının təməli qoyulmuşdu. 1934-35-ci dərs ilinə qədər ibtidai məktəb, 34-35-ci ilə qədər ibtidai məktəb, ondan sonra məktəb sisteminə keçilmişdi, 7 illik məktəb sisteminə. 38-39-cu ildən isə orta məktəb sisteminə keçilmişdi. Ta biz yaşadığımız dövrün sonuna qədər orta məktəb statuslu da fəaliyyət göstərmişdi. Yeni məktəb uşaqların çox saylı olduğunu, gündəlik tələbat ödəmədiyindən qeyd elədiyim kimi məktəbin direktoru Əziz Nuriyevin təşəbbüsü ilə məsələ qaldırıldı. O məktəb yenidən tikildi qısa zamanda. Məktəbin uşaqları lagerdə, aşağıdakı lager binasında təhsil aldı və digər yerə köçürüldü müvəqqəti. 80-ci ilin yanvar ayında istifadəyə verildi. 81-ci ilin dərsində artıq istifadədə idi. Maraq getdikcə artdı. Çünki nümunə olaraq əvvəlki buraxılışlar təhsil alıb Bakıda gəlib yaşadıklarından kənddə bir deviz vardı ki, hamı oxusun. İmkan olanlar, bacaranlar, indi ailə vəziyyəti, ailə şəraitinə görə oxuyanlar hamısı gəlib Bakıda üzərinə mövqe tutdular. Yavaş-yavaş da bu ardıcılıq davam elədi. Bir ailədən biri gəldikdə növbəti buraxılış məzunları dövründə də gəlib imtahan verib qəbul olanlar burada qalırdı. Alınmayanlar yenidən kəndə qayıdırdı, hazırlaşıb növbəti ildə gəlirdilər. Oxumağa meyil olan şagirdləri xüsusi olaraq bizim orada belə də fənlər üzrə fən kabinetləri var idi. Orada laboratoriyalar keçirilirdi. Məsələn, müəllimin marağı vardı ki, oxuyan şagirdi dərs saatlarından sonra da kim istəyirdi, həvəskar
qalıb oxuyurdu. Müəllimin də öz marağı var idi ki, müəllim zövq alırdı uşaqları oxuduğu şagirdləri savadlı olsun. Həmişə ilin yekunlarına dair bir sorğu keçirilirdi ki, bu məktəbdən, bu qonşu məktəbdən neçə nəfər şagird qəbul oldu ali məktəbə. Bax, o deviz elə o vaxtdan var idi. Onun əsasında uşaqlar yaxşı oxumağa meyil göstərirdilər. Məktəbimizin 7 nəfər, 8 nəfər müəllimi olmuşdu. Orada hamısı bizim kətdən deyil, qonşu kətlərdən, Bakının özündən, Zəngilan rayonundan, Sisiyan rayonundan, qonşu rayonlardan, Qafan rayonunun özündən gəlib dərs keçirdilər. Rektorlarımızdan mən yaş dövrümü eşitdiklərimdən Nurəli Qurbanov, Bəhlul Bayramov, Ağabala Babayev, Muxtar Bəxşəliyev, İdris Piriyev, sonra Səttar Bəxtiyarov, İskəndər Məmmədov, kəndimizin Cığı məktəbinin yetirmələrindən danışarkən saysız hesabsız saymaqla qutarmaq olmaz. Çox, həddindən artıq Azərbaycanın bütün sahələrində Respublikamızın bir yeri yoxdur ki, orada bizim məktəbi yetirməsi olmasın. Hamısı bir-birindən yaxşı müəllim olublar, savadlı müəllim olublar, tələbkar müəllimlər olublar. Mənim ilk müəllimim Famil Vəliyev olmuşdur. 10 il mənə dərs keçib, sinif rəhbərim olub, eyni zamanda dil ədəbiyyat müəllim olmuşdu. Çox gözəl bir müəllimdir. Xatirəmdə hər zaman yaddaşımdadır. Digər müəllimlərlə, İngilis dili müəllim, Balay müəllim, riyaziyyat müəllimi, öz atam, Bağma müəllim, kimya müəllimi, Bağış müəllim, Rəhlə müəllimə, Rasim müəllim, sonra fizika müəllimi, Tofiq müəllim, Sədəyyat müəllim, Səfərov. Sədəyyat Səfərov, Tofiq Hüseynov fizika müəllimlərindən, sonra da Spendiyar Quliyev, riyaziyyat müəllimlərindən, İdman müəllimi, Əbülfəz Məmmədov, Arif Sevdiməliyev, Rus dili Elburus Tağıyev, Məhəmməd Əli Quluyev, Tamara Aslanova, Diləfriz Piriyeva, Sima Piriyeva və ilə axır. Həddən artıq müəllimlərimiz çoxdur. İndi saymaqla da bitməz. Məktəbimizdə belə ilk sentyabr ayının biri hər il məktəbə qədəm qoyulan bir gün idi. Onu da böyük bir təntənə ilə musiqi fəaliyyətlərinin iştirakı ilə şən musiqilər səslənirdi. Məktəbə də bu vaxt payız mövsümünə təsadüf edilirdi. Digər bayramlarda 23 fevral idi və yaxud Novruz bayramı şənliklərində məktəbimizin öz fəaliyyətləri vardı. Orada xüsusi nömrələr göstərilirdi. Musiqiçilərdən ibarət məktəbin Musiqi Dərnəyinin iştirakı Cavanşir müəllim rəhbərliyi edirdi. Orada məktəbimizin öz yetirmələrindən bütün musiqi alətlərini ifa edirdilər və bayram şənliklərində çıxış edirdilər. Belə də ki, məktəbimizin son zəngində də birinci sinif onun sinifə gül hədiyyəsi verirdi, sıra düzlənirdi. Onun sinif bir tərəfdə, birincilər bir tərəfdə. Onlara biz uğurlu həyat arzu edirdik, gələcək həyatlarında uğurlar gül təqdim edirdik, çiçək təqdim edirdik. Onlar da bizlərə yazmaq üçün qələm, karandaş, xətkeş, dəftər belə. Bəli, məktəbimizi qızıl medal bitirənlərdən daha çoxdur. Bugün xatırladığım insanları böyük hörmətlə yad edirik və deyə bilərik. Dünya şöhrətli alimləri yetişdirib bizim məktəbimiz, onlardan Professor Cəbrayıl Azadəliyev, Professor dünya şöhrətli alimlərimizdir Eldar Abbasov, Səfxan Həsənov, Professor, eyni zamanda tibb elmləri üzrə fəlsəfə doktoru Fikrət Əliyev, kimya elmləri üzrə fəlsəfə doktoru İlqar Əliyev, mineralogiya, geologiya elmləri üzrə fəlsəfə doktoru Ələmdar Piriyev və çox tibb elmləri üzrə Professor Bəxşəliyev, Yafəs Bəxşəliyev və ilə axır. Çoxlu olan, bəlkə də Yusif Aslanov, filologiya elmlər doktoru. İqtisad elmləri üzrə ən gənc kadrlarımızdan Mikail Nuriyev, fəlsəfə doktoru, eyni zamanda Aslan Quliyev, fizika riyaziyyat elmləri doktoru. Hamı üçün doğulu yurt, yuva, vətən çox müqəddəsdir, çox şirindir. Biz də o günü gözləyirik
qismətimizdə vaxtsa doğma kəndimizə qayıdaq. Ola bilər ki, zaman qismət gələr ki, gedib orada yenidən həyatı davam etdirmək olar. O da cənab prezidentimizin apardığı məqsəd yönlü islahatlar, siyasət bunu deməyə əsas verir ki, doğma torpaqlarımıza biz qayıdacağıq.